2026-cı il qəbulunda düşmüş situasiya sualına baxırıq. Tədqiqatçı Oslo şəhərindən, yəni 60 dərəcə şimali və 10 dərəcə şərq uzunluğundan paralel boyunca 2790 km hərəkət edərək A məntəqəsinə gəlib çatdı. Hansı ki, bu A məntəqəsi London şəhərindən, yəni London bilirik ki, 0 dərəcə Qrinviçdə yerləşir. London 4 saat irəlidir. 4 saat irəli nə deməkdir? Yəni 4 saat şərqdədir. 4 saat şərqdə isə 1 saatımız 15 dərəcə dönürsə, 4 saatımız da 60 dərəcə dönür. Yəni 60 dərəcə şərqə gedəcəyik. 0-dan 60 dərəcə şərqə getdikdə 60 dərəcə şərq uzunluğuna çatırıq. Deməli, A məntəqəsi 60 dərəcə şərq uzunluğu, 60 dərəcə şimal enliyində yerləşir. Deyir ki, A məntəqəsi qədim dağ sistemində yerləşir və bu dağ sistemin qərbində, qədim dağ sistemində deyirsə, yəni 60 dərəcə şimal və 60 dərəcə şərq uzunluğundakı qədim dağ deyilsə, bu Ural dağlarıdır təbii ki də. Dağ sisteminin qərbində qədim platformaya aid X düzənliyi. Qərb hissəsində olan, bilirik ki, Ural dağlarının qərb hissəsində qədim platforma olan Şərqi Avropa düzənliyi yerləşir. Bu da şərqindəki cavan platforma, qərbi Sibir düzənliyidir. X düzənliyindən axan ən uzun çay. X düzənliyindən axan, yəni Şərqi Avropa düzənliyi. Bunu gəlin xəritədə baxaq. Ural dağlarının qərbində Şərqi Avropa düzənliyi yerləşir və buradan axan ən uzun çay Volqa çayıdır. Volqa çayı deyir daxili axar su hövzəyə, yəni Xəzər dənizinə tökülür. Bilirik ki, Xəzər dənizi dünyanın ən böyük qapalı